En doğrusu budur ki, yalan danışma buna göre ki, yalan danışmaq pisdir. Danışmamalıyam. Belə olan halda təklikdə də sən belə olursun. Cəmiyyət yoxdur. Sənə hörmət eləyəcək, eləməyəcək filan yoxdur. Sən beləsən, mən beləyəm. Bu doğrudur. Belə olan halda məyus olmursan. Çünki bəzən obyektiv, subyektiv səbəblərdən, sənin gördüyün işin nəticəsi olmaya bilər. Sən anaya hörmət eləyərsən, amma ana qayıdıb sənə nəvasiş göstərməz məsələn. Sən dostluq xidmət eləyərsən, amma o da qayıdıb sənə qarşılıq verməz və sən məyus olarsan. Məyus olarsan yox, qırğın eləyərsən, qırğın salarsan. Dava salarsan, qırğın salarsan, başına qaxarsan, minnət eləyərsən, özünü də hörmətdən salarsan, hər şeyi darmadağın eləyərsən. Bütün zəhmət gedər hədər də. Niyə? Çünki sən bunu bir qarşılıq üçün eləmişsən. Halbuki sən onda eləyəndə deyirdin ki, yox, nə qarşılıq, nə filan.